30 yaşdan sonra üz baxımında hər addım daha vacibdir. Burada bizim əsas məqsədimiz dərimizi qorumaq, mövcud gözəlliyimizi uzun müddət qoruyub saxlaya bilməkdir. Bunun üçün əsas 3 qaydadan danışacağım xanımlar. Birinci qayda günəş kremidir. Bəli, günəş bizə istilik verir. Lakin ən çox günəş dərimizi yorur, ən çox ləkələrə səbəb o olur, ən çox qırışlanmağa da səbəb o olur. Bunun üçün hər gün günəş kremindən istifadə etməliyik. Hər gün günəş kremindən istifadə etsək, dərimiz 5-10 il daha gənc görsənəcək. İkinci, rutinə davamlılıq. Yəni, hər hansı bir kremdən, serumdan istifadə etdikdə ancaq davamlı olduğunda nəticəni göstərəcək. Bura ev maskaları da daxildir, yəni ev şəraitində hazırladığımız maskalar da daxildir. Bir dəfə istifadə etdikdə yox, davamlı şəkildə istifadə etdikdə nəticəni görəcəksiniz. Üçüncü, məncə ən vacib qayda, bu barədə keçən videoda danışmışdım, yuxu və su. Biz kifayət qədər yatdıqda dəri özünü bərpa edir, göz altında şişkinliklər və rəng bərabərsizlikləri aradan götürür. Və yetəri qədər su içdikdə hüceyrələr daha nəmli olur, üzlərimiz daha parlaq görsənir. Yəni, qısacası SPF, düzgün rutin və sağlam həyat tərzi. Bunları qoruyub saxladıqda həm gənc görsənirik, həm də dərimiz özünü daha yaxşı hiss edir. Əgər videomu bəyəndinizsə, bu cür videoların daha davamlı olmasını istəyirsinizsə, səhifəmi izləməyi və videoları bəyənməyi unutmayın. Bu mənim üçün çox vacibdir. Bu qədər. Hər zaman gözəl və baxımlı qalın.